Salam. Salam canım, salam. Adınız nədir? Dettom. Dettom. Yəni belə nihatda ortağıdan dettom deyirlər. Çıxarda biləcəyin ən qeyri-adi səs nədir? Valla Allah haqqı pişikləri çox sevirəm. Pişik məziyyətdə edə bilirəm. Məsələn, belə. Sonra birini deyim. Hərəkət edir, diviziyoniya deyir. Nə amma şeysən, belə şey. Nihat, bunları hardan öyrənmisən? Valla nə bilim, gündə bir şey öyrənirəm. Misal, bu gün öyrəndiyin şey nədir? Bu gün öyrənciyim, pişik ağızdaydı, pişik elədim, oradan düşdü, öldü. Niyə çıxıb xilas eləyəmirdin pişiyi? Valla nə bilim, mən elə bildim ki, pişik eləyəndə düşəcək aşağı, rahat edir. Düşdü. Düşdü, öldü də, promo yoxdur. Öldü? Hə, getdi. Niyə öldürdün pişiyi? Valla mənim taxsım deyil, Allah haqqı öz-özünə şişir elədi. Mən bir də elədim, üstə düşdü. Heç nə, ölüb oradadır. Niyə belə qəddar? Ciddiyəm, belə skromla, nə olar, ciddi olmaz. Kişilər ciddi olmalı, həyatda ciddi, skromla olmaz. Üzündə saqqal, indi mən cavan şahımın saqqal çıxmır, bir iki günə çıxar inşallah. Çıxsın, skromla olmalısan, belə. Skrom olmalısan, qız iki hərəkətlər eləməməlisən, ciddi olmalısan. Niyə qız kimi pisdir bəyəm səncə? Hə, mən yaxşı baxmıram. Niyə qız nə? Yəni sən dediyin qədərilə qız olmaq pisdir bu həyatda ümumiyyətlə. Yo, prosta kişi bilsə necədir? Kişi belə stil giyməlidir də. Şortik yox, başqa şeylər yox. Necə deyim, özünü qız kimi aparmamalıdır. Kişi kimi skromla aparmalıdır. Hayır da sən qız kimi deyirsən, amma bizim analarımız da qız olub da qadındır. Yox, sənə elə gəlmir. Valla nə bilim mən. Nə bilim deyirsən, amma qız kimiyə pis baxırsan. Ölkənin neçə faizi qadındır səncə? Hə, nə bilim valla. Belə lan. Özüm də bilmirəm valla neçə faiz varsa. Hə də o qız kimi ifadəsini məncə çıxart. Yəni, həll elədin. Hə. Həll elədin. Sağ ol, Nihat.